Əvvəlcə bu Elgün İbrahimov faciəsinin nə qədər böyük olduğunu, ağır faciə olduğunu vurğulamaq istəyirəm. Allah bu gəncə rəhmət eləsin, valideynlərinə səbir versin, mümkünsə əgər. Çünki çox ağır faciədir. 17 yaşında heç bir günahı olmayan bir gəncin bu cür faciəli şəkildə ölümü haqlı olaraq vicdanları ağrıdır. Və Elgün İbrahimovun ölümü ilə bağlı çoxsaylı fərziyyələr var. Mən də sosial şəbəkələrdən bütün o fərziyyələrin hamısı ilə tanışam, amma etiraf edirəm ki, nə mən, yəqin ki, mütləq əksəriyyətimiz bunun real olaraq necə baş verdiyini bilmirik. Fərziyyələr var, fərziyyələrin içində Elgünün polislər tərəfindən döyülüb, sonra bu döyülmə nəticəsində ölməsi fərziyyəsi də var. Ondan da xəbərim var ki, Prokurorluq və Daxili İşlər Nazirliyi dedi ki, hündürlükdən yıxılıb, başqa bir şey yoxdur. Amma Azərbaycan cəmiyyəti narahat oldu, inanmadı. Bilirsiniz, burada ən önəmli məqam odur ki, o çıxdı ortalığa ki, Azərbaycan cəmiyyəti ölkənin hüquq mühafizə orqanlarına inanmır. Və prinsip etibarilə tamamilə təbiidir bu inanmamaq. Bundan əvvəl biz hamımız o Nərmin cinayətinin şahidi olduq. Neçə il davam edir o məhkəmə. Bugün də hələ ədalət yerini tapa bilmir. İnsanlar haqlı olaraq sual verirlər. Əgər Nərminlə bağlı o faciə uzun illər ərzində açılmadısa, bir neçə günün ərzində nə yaxşı bu Prokurorluq və Daxili İşlər Nazirliyi dərhal bu işi qapatdılar ki, biz artıq dəqiq 100% bilirik ki, bu orada yüksəklikdən yıxılıb. Yaxşı, heç olmasa açıqlama belə olardı ki, daha çox ehtimal olunan versiya budur ki, yüksəkliklərdən yıxılıb, amma biz bütün versiyaları araşdıracağıq. Ən azı bunu demək olardı. Nəyə görə? Axı, əgər orada hansısa bir insan əməli varsa, kiminsə təqsiri varsa, nə olar ki, həmin təqsiri olan adam həqiqətən də ifşa olunsa, cinayət məsuliyyətinə cəlb olunsa, xəncərlərinin qaşı düşər? Mən başa düşə bilmirəm. Bu ölkədə hansısa xüsusi toxunulmaz dairələr var. Onların hətta o, belə deyək, piyadaları da, sıra nəfərləri də toxunulmazdır. Demək, bir neçə günün ərzində elan eləmək ki, artıq biz hər şeyi araşdırdıq və dəqiq bilirik ki, heç bir müəmma yoxdur bu işdə. Bu özü də şübhəni artırdı. Azərbaycan xalqı neçə müddətdir sizin necə işlədiyinizi görür də. Azərbaycan xalqı görür ki, tərtər cinayətlər nə vaxt baş verir? 2017-ci ildə. İndi neçənci ildir? 2025-ci il. 8 il keçib üstündən. Hələ sizin güya öz versiyanızla son vaxtlara qədər məhkəmələr davam edir. Hərçənd ki, həmin o tərtər cinayətlərinin qurbanları sübutlar qoyurlar ortalığa ki, günü bu günə qədər də o həqiqət çıxmadı ortalığa. Amma hələ sizin özünüzün rəsmi istintaqın güya etiraf elədiyi yeniləşdirilmiş istintaq və məhkəmə işlərindən sonra güya dırnaqarası həqiqətin üzə çıxması üçün 6-7 il vaxt getdi. İndi siz necə oldu ki, bu gəncin ölümü ilə bağlı 3 günün içində hər şeyi dəqiqləşdirdiniz və Azərbaycan xalqını əmin elədiniz ki, yox, burada heç bir müəmma yoxdur. Bunun özüdür də elə müəmma yaradan. Deməli, siz nədənsə narahat olmuşsunuz və ona görə də bu dəftər tez bağlansın, bu açıqlama çıxıb ortalığa. Və Azərbaycan xalqı nəyə görə hüquq mühafizə orqanlarına etibar eləmir? Nəyə görə onların sözü belə avtoritetdən düşüb? Nəyə görə bir tərəfdə hüquq mühafizə orqanları olur, belə məsələlərin hamısında bir tərəfdə Azərbaycan xalqı olur, Azərbaycan xalqı amma inanmır ki, inanmır o deyilənlərə. Çünki bəli, həmin o Nərmin faciəsi zamanı, həmin o dırnaqarası hüquq mühafizə orqanlarının hansı mövqe tutduğunu görüb. Siyasi işlərdən sizi tanıyır. Tofiq Yaqublu kimi mübariz, cəsur, dürüst adamı 4 dəfə şərləyib həbs eləmək. Bir kimsənin 1 manatında gözü olmayan adamı güya tanımadığı bir dənəduzdan pul alıb ona nə az nə çox Almaniya vətəndaşlığı vəd eləyəcəyini kimi inandırmaq olar Azərbaycanda? Kimə? Mənim ictimai əsaslarla mühafizəçim Novruz Tağıyevi bu günlərdə az yaşlı övladlarından ayrı salıb şərləyib həbs elədiniz. Kim inanar ona ki, Novruz Tağıyevi deməli əmlak alqı-satqısında vasitəçilik eləyir, xalqın dili ilə desək, maklerlik eləyir və indi ona götürüb bütün evin pulunu həmin o naməlum adam, əslində məlum dövlət orqanlarının demək bu məqsədlə, şərləmə məqsədi ilə istifadə elədiyi adam güya gətirib bütün evin pulunu ev yəsinə verməkdənsə tanımadığı adama verir. Bir dənə əlində sənəd olmadan, notarius olmadan kimə inandırmaq olar bunu? Amma eləyə bilirsiniz bunu.
Eləyə bilirsiniz bunu. İftarını açıb məscidə gedən iman əhli, mənim deməli daha bir ictimai əsaslarla mühafizəçim Kənan Baskal həm hücuma məruz qalıb, durduğu yerdə adamı döyürlər, sonra da çıxırlar özlərini öldürürlər ki, adam bıçaqlayıb. Yaxşı, bu bıçaqlanan adam hanı? Yoxdur. Yoxdur bıçaqlanan adam. Əlzamin Salayev də belə şərlənmişdi. Afiyəddin Məmmədov da işçi hüquqlarını müdafiə elədiyinə görə belə şərlənmişdi. Baxın, indi o işçi hüquqlarını müdafiə eləyən daha bir gənc, Elvin Mustafayev qoşulub Tofiq Yaqublu ilə birlikdə həmrəylik eləyib ki, mən də aclıq eləyirəm. Öz canına qıyır da, aclıq eləyir. 55 gün karser, cərimə kamerası. İndi də qapalı rejimə göndərdilər. Ondan əvvəl deməli Niyaməddin Əhmədovu göndərmişlər həmin o qapalı rejimə. Ondan daha əvvəl Şahmat müəllimi, Xalq Cəbhəsinin fəal üzvü, intellektual adam Şahin Hacıyevi sadəcə seçkini boykot edir. Yaxşı eləyir, hüququdur. Seçkini boykot elədiyinə görə adamı qapalı həbsxanaya göndərirlər. Nəyə görə bunları bir daha təkrar xatırladıram? Çünki Azərbaycan cəmiyyəti ölkənin hüquqi mühafizə orqanlarını buradan tanıyır. Həmin o məşhur Tərtər cinayətlərindən tanıyır Azərbaycan məhkəmələrini. 365 nəfər siyasi məhbusun hər birinin tarixçəsi Azərbaycan cəmiyyətinə deyir ki, bu ölkədə güc strukturları istədiyini eləyə bilərlər. İstənilən adam, istənilən əməllə şərlənə bilər. Bu ölkədə hüququ, ədaləti təmin etməyə mexanizm qalmır. Ona görə də gənclər narahatlar. Ona görə də hüquq mühafizə orqanları bir versiya deyir, gənclər başqa versiya deyir. Və ona görə də deməli Azərbaycan hökuməti heç bir şeydən çox narahat oldu. Açıq deyək ki, heç mən özüm də bilmirdim ki, bu Bakının mərkəzində demək bu gənclər, yeniyetmələr hansısa bir aksiya təyin edilmiş. Həmin Elgün İbrahimovun cinayətinə susma tələbi ilə. Orada bunu kimlər eləyib, həqiqətən gənclər ora gələcəkdilər. Amma gördünüzmü necə narahat oldular? Müxtəlif məlumatlara görə onlarla, bəziləri deyir, hətta 60 nəfərə qədər yeniyetmə gənc saxlanılıb. Hökumət görün necə qorxu içindədir. Niyə görə bu belədir? Çünki bir, Azərbaycan iqtidarı özü əla bilir ki, xalq son dərəcə ondan narazıdır. Sadəcə hansısa bir fürsəti, məqamı gözləyir. Ona görə də hər dəfə belə hadisə baş verəndə o saat hökumət, rejim qorxu içinə düşür ki, birdən bu hadisə ola bilər, həmin hadisə. Birdən buradan həmin o barıt deməli alışa bilər. Çünki başa düşürlər ki, Azərbaycan xalqı sanki barıtdır, barıt çəlləyidir. Azərbaycan xalqı bütün yaşadığı hüquqsuzluqlardan, haqsızlıqlardan, üzləşdiyi bütün bu haqsızlıqlardan, qəddarlıqlardan cana yığılıb. Azərbaycan xalqı hansısa bir formadasa etirazını ifadə eləməyin yolunu axtarır və bunu bilirlər. Hüquq mühafizə orqanları da bilir. Ona görə heç kimin tanımadığı, baxın, bir dəstə anonim belə deyək, gəncin təyin elədiyi bu aksiyadan bu qədər qorxu keçirdilər. Və mənim özümə də maraqlı oldu ki, gələnlər də olub bu aksiyaya. Yeniyetmələrin arasından, yeni gəncliyin arasından bu aksiyaya gələnlər də olub. Polisin bütün hərbə zorbasına baxmayaraq. Çünki onlar saxlanılıblar. Onlara yenə də hədə-qorxu gəlinib. Bunun özü də yaxşı bir əlamətdir. Deməli, bu da bir onun simptomudur ki, hökumət bunu anlamalıdır. Cəbhəçilərin hər birini az qala 4 gözlə güdməklə sən o dırnaqarası sabitliyini əbəd eləyə bilməyəcəksən. Bu ölkə təkcə cəbhəçilərdən ibarət deyil ki, bir neçə min cəbhəçini gecə-gündüz gütdün, onlar aksiya təyin eləyəndə evlərini də bilirsən, yollarını, marşrutlarını da bilirsən, yolda ikən gəlib çatmamış həbs elədin, elə bilirdin bununla da bitəcək. İndi Elgün İbrahimov faciəsi göstərdi ki, Azərbaycan xalqının hər bir nümayəndəsi potensial etirazçıdır. Xüsusən gənclik potensial etirazçıdır. Onlar hansı məqamda hesab eləsələr ki, artıq etiraz eləməyin zamanı gəlib, o zaman heç kimi gözləmədən, heç kimdən icazə istəmədən öz etirazlarını həyata keçirəcəklər. Azərbaycan hakimiyyəti bunun da dərsini almalıdır. Deməli, Azərbaycan hakimiyyəti də elə biz hamımız xalq olaraq da fərqində olmalıyıq ki, Azərbaycan xalqı bir, ölkənin hüquq mühafizə orqanlarına, bu güc strukturlarına qətiyyən inanmır. İki, son dərəcə narazıdır və narazılığını ifadə eləmək üçün əlverişli məqam gözləyir. Üç, etirazçılar yalnız tanınan ictimai siyasi müxalif fəallar deyil, hər bir Azərbaycanlı potensial etirazçı ola bilər və bunu hər kəs bilməlidir. 4, Azərbaycan gəncliyinin güya
siyasətdən elə əbədiyyən uzaq olacağını düşünənlər yanılırlar. Azərbaycan xalqı hər şeyi gördüyü kimi onun gəncləri də hər şeyi görür. Azərbaycan gəncliyi də xalqımızın digər təbəqələri kimi məqamını gözləyir ki, öz etirazını ifadə eləsin, öz haqqını tələb eləsin.